pay versin inşallah. İnşallah. Amin inşallah. Məni istəyənlər, məni sevənlər, məni çox istəyənlər Allah da sizi istəsin. Yaxşı ki Çok varsınız. sağ olun. Həqiqətən də siz Zeynep çok sağ ol. ailə Teşekkür. sahibi, çox gözəl ailə bir həqiqətən də necə deyim, əsl Azərbaycan qadınısınız da. Xoşlayıram, çox sevirəm sizi. Allah sizə Can, çok sağ ol. nəsib eləsin. Mamanız necədir? Anam belə də bez nasazda üstünüzə sağlıq. Elə bir şey ürək təzyiqidir, adi təzyiqdir, qalxır, yeni, gözlər tutur, əsəb keçirir. Gözlər tutur deyə əsəb keçirir, ona görə də təzyiq qalxır. Hə, Allah özü kömək olsun bacım. Onda Amin. mamanın yanına gəlmişsən baxmağa. Hə, bir həftəlik gəlmişəm, bir həftədən sonra gedəcəm. Yoldaşım da Qızlar həqiqətən həm anıya, həm atıya yanan qızlar olur. Mən özüm qara dünya boşanmamışım, ayrılmamışım. Ayrılmış insan yoldaşıyla beraber olan şəklini qoyar profilə sizcə. Hayır, ağızsızları baş qoşmaq bacı. Ay yox, elə danışırlar ki, bəyəm ana evinə, ata evinə, qardaş evinə gələndə qız ayrılıb gəlirlər, boşanıb gəlirlər, sonra da qaydanda yoldaş evinə təzədən zaksa girirlər. Yəqin sizdə də elədir. Yazanlarda elədir. Vallahi da. Elə danışırlar, elə gülməli sual verirlər. Valla mənim gülməyim gəlir. Hangi dəfə elədim. Gəlin gözləyici mən boşanım, ya gəlim ana evinə, ayrılım gəlim. Allah eləməsin bacım, Allah. O yazanlara deyirəm, bilirəm, məni çox istəyənlər həmişə görürəm, direktim, yorumlarda da görürəm. Nə paylaşıram yazırlar, yaxşı sözlər yazırlar. Yaxşı söz yazanlar, Layiq qızsız həqiqətən. yaxşı söz yazanlar Allah var eləsin onları. Allah korusun. Pis yazanlar da Allah korusun. Çünki mən pis insan deyirəm, pis niyyətli insan deyirəm. İstəyirəm hamı yaxşı olsun. Əlbəttə, çox sağ olun. Nə deyim? Harda olursunuz bacı siz? Mən hazırda indi Sabirabad'dayım, qəsəbədə, yəni bir qaçqınıq deyə, qaçqınlar verilmiş qəsəbədə. Mən özüm indi hazırda anam yana dəyməyə gəlmişəm, bez baxım qulluq edeyim. Yo, bilirəm, yoldaşınız gedir deyirəm də, o ata qaynat evin, ata evin deyirəm, ər evin deyirəm. Ata evim buradır, Sabirabad'dayım. Sabinka, ola sən rədd olasan buradan. Özüm qalım saatlıda. Öz evinizdə, qaynatınızda ər eviniz, yoxsa bacı siz də kiraya qalırsınız? Yox, qaynatamın evi var. Qaqa sağ ol, ay Aslan. Teşekkür. Bugün gəlmişəm mən də. Dedim biraz dostlarla söhbət edeyim. Sağ ol. Bacı uşağa görə müalicə etdirirsən, yoxsa? Yox, o müalicəlik bir şey yoxdur. Hələ ki özümüz istəmirik. Bir müddətlik. Vaxtı gələndə olacaq. İnşallah ürəyim inşallah. İnşallah. Ürəyindən nə düz keçir, xeyr, Allah nəsib eləsin. Yox, qaynanam belə də müalicə alır. Qoşulduğun üçün təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun bacı. Elə qaçdı. Baş. Başınız var olsun. Ayda abi sen de çıxartdım, mən bilmədim. Yox, Pərviz Sabirabadda deyə saatdır da, saatdır.
Xeyr, Hüsər. Mən özüm Qarabağlıyam. Görmürsən, səhifəmdə yazmışam Qarabağlı Zəncran. Sen aradan ben de gittim. Əvvəl yeniləri deyə TikTok. Bu Əvvəl kızın bir gücüne bak. İkimizi birden tulladı. Bu kızın gücüne bak. Bilsə nətər, yeniləri deyə TikTok. Əvvəl bir çıxardırdım. İndi profil çıxardım. İkimiz birden gittik. Perviz kimdi? Burada Perviz yazırlar. Sen ayrıldın. Pərviz mənim yoldaşım. Ha. Demişken burada kimse yazır. Aslan uşaq oldu. Əyndə də keçdilər ama. İndi də keçdilər ama. Mən də qutardılar keçdilər aslında. Bir hamı yazırlar da burada. Aslan Bakıda qalır. Başqa sualınız? Başka şey Allah. sormasınlar. Çok sual verirler. Zəhra Şirinova. Xanım da buyur sual. Dost kabrabatta kalırdı. Bakı. Şimdi Zəhra deyib, özü çıxdı, mən çıxartmadım. Yoldaşı işlədi. Yoldaş işdə. Ayrılmayıbdı. Ya xanım ayrılmayıb yoldaşından. Anam buradadır. Rayonda evində. Harada olacaq ki? Mamiyə deyirən əsəbləşməsin. Təzyiqli adamla əsəbləşmək olmaz. Belə əsəbləşəni deyil. Bu gözləri tutulur, əsəb keçir. Təzyiq pisdir, hə. Xızı dağları, xızı dağları. Xızıda olmuşam. Dəhşət soyuq olur ya ora. Dəhşət. Yayda belə soyuq olur orada. İbrahimov, neyinisən hardadır? İşləri yoxdur, Allah hamd olsun. Salam, axşam xeyir. Allah, nə qədər tez gedir. Övladım var. Yox, övladı yoxdur hələ, olacaqdır. Belə deyək də kəl çəksinlər. Julia, icazə verib açmışam. Narahat olma. Xoşu gəlməyəndə girməsə mənim canlıma. Məcbur deyil. İnşallah. O deyirlər ki, ya agresifsən, ya acı davranırsan, ya acı danışırsan. Bax, belələrinə cavab vermək lazımdır da. Sonra da deyirlər ki, Pərviz danışdı. Pərviz düzünə danışdı. Yazıb Kərbəzərə qar yağır. O, Qarabağ. Sağ ol, yaxşıyam, yaxşı olasınız dostlar. Tez gəlir deyə çatdırıb oxuya bilmirəm, Quran and olsun. Ekran tıklayaq zəhmət olmasa. Hədəfi kim tamamlaya bilər dostlar? Perkada oynayıram, Perkada da canlı düşür. Salam, yaxşıyam, yaxşı olasınız dostlar. Yeni gələn ekran zəhmət olmasa tıklayaq. Hədiyə nə gəzir? Marağa gəlir cəmal. Oha!
Bunlar sözə gəlirlər. Söz görürəm kimlə danışdı, kimlə danışdı, kimin arxasınca danışacaq bu dəfə. Bəylər isə yetməsin. Nə bilim bax. Bu da bax, bunun sözün yazılı sözə bax, deyir xəstə ərin anı. Sənin aman hardadır? Yəni sizdədir. Salam, salam, salam. Yeni gələnlər, xoş gəlmisiniz. Tək oradan yazır. Allah, bunlar xoşlayırlar da bir qəlb qırmağı. Ay dostlar, bir qəlbi düzəldə bilmirsinizsə, qəlb qırmayın. Gic-gic sözlər yazmayın. Nereye var? Git işinə məşğul ol da. Öz adını burada gəlib yazma. Tacibasın olar. Xanımsan gül. Gözəl. Xanımsansa mənim fərqi yoxdur kim atır. Tacib bakalım. Qarşılıq vermək lazımdır. Verməsən hörmətsizlikdir. Harda hansını atasan bloka? Allah'ın olsun. Mən bunları səssizliyə atmaqdan yoruldum. Bunlar yazmaqdan yorulmadım. Heç oxuma sən onları. Çalışıram ki, görməyim, görünməməzlikdən gəlmə, amma olur. Hə, oxumasan, heç şikayət görmürsən. Mən kart qoyduğum günü görmüsünüz ay balalar. Bir sözü 40 dəfə yazmayın, gözümün çoğu. Ay Allah. Gedəcək spama yemənim səhifəm, Allah'ın olsun. İnansan, yoldaşımın bir səhifəsindən ban vurdular. Bağladılar da, blokladılar. Getirən kimi, hə, bloka gedir. Yenə də kesiblər mənim səhifəmə, amma olmayacaq. Çünki cavab verməyəcək. Baba, biri də getdi. Ücü yoruldum ya sizi atmaqdan səssizliyə. Səssiz at, blok eləmə. Yox, səssiz eləyəm, blok eləsəm canım düşür. Həm canım düşür, həm səhifəm ölür. Hə, səssiz at. Bezdim, yoruldum ya Allah'ın olsun səssizliyə atmaqdan. Sən Allah, normal qadın cənnətimiz. Sən Allah. Sən elə başına haqqı. Burada nə edirəm ki mən? Sadəcə dostlarımla söhbət edirəm. Məni sevənlərlə, məni çox sevənlərlə söhbət edirəm. O bəzilər kimi durub canlıda oyun oynamıram ki. Rəqs eləmirəm ki, dəlilər kimi. Normalsansa bə canlıya niyə girirsən? Vallahi. Girmə də, TikTok'a girmə. Yox, xoşun gəlmir, canlıma gəlmə. Hə. Bax, biri yazıb ki, niyə yazanlara hörmətsizlik edirsən? Bax, çünki niyə hörmətsizlik edirəm? Gic-gic yazırsınlar. Ona görə. Dostlar, ekran tıklayar zəhmət olmasa. Bax, yaxşı yazanlara niyə belə demirəm, acılamıram, mən nəsə demirəm. Ay dostlar, ayrılmamışam. Ay dostlar, ay insanlar, ay gözəl insanlar.
Axı deyə ayrılacaqlar sizi. Vallahi deyə. Sən bir dəfə evə qaydasında bir həftədən sonra. Sən mütləq canlı aç. Göstər ki, bax yanımdadır, yoldaşım yanımdadır, əl çəkin. Yox, axı mən girsin, o yazanlar deyir sizə ayrılmısınız, yalandan deyirsən, belədir, elədir. Girin mənim səhifəmə, orada videolarıma baxın, görün mənim videolarım kimdəndir. Baxın da. Yox, övladı yoxdur hələ. İnşallah qismət olar. İnşallah.